Değerli kardeşlerim, bugünkü xütbəmizin mövzusu faiz haqqında olacaqdır. Bildiyimiz kimi Allah Azza ve Celle Kur'an-ı Kerim'de özüne her elan edilmesinin bir yerde faiz ayələrində zikr edir. İkincisi ise hədis şəriflərdədir ki, kim mənim dostuma düşmənçi edərsə, mən ona hərb elan edərəm. Təsəvvür edin, necə böyük bir günah. Bugün insanlar, Peyğəmbərimiz sallallahu aleyhi ve sellemin təbiriyle desək, axır zaman insanları qazancının halal mı, haram mı olduğuna heç əhəmiyyət verməyəcək. Hicrətin 10-cu, Risalətin isə sonuncu ili idi. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem həc ibadətini yerinə yetirmək üçün sahabələri ilə birlikdə Mədinədən çıxıb Arafata çatdı. Burada illər sonra vida xütbəsi adı ilə məşhur olacaq xütbəsini söylədi. Bəşəriyyətin yolunu aydınladacaq tövsiyələr verdi. Bir sıra haramlara və azğınlıqlara qarşı ümmətini xəbərdar etdi. Allah Resulü sallallahu aleyhi ve sellem xütbəsində cahilliyə aid hər şeyi ayaklarımın altına aldım buyurdu. Deyərək bir daha qayıtmamaq üzərə qadağan etdiyi məsələlərdən biri də faiz idi. Peyğəmbərimiz sallallahu aleyhi ve sellem faizin hər növünü ayakları altına aldığını bəyan edərək möminlərə belə səsləndi. Yaxşı bilin ki, faizin hər növü qəti şəkildə ləğv edilmişdir. Əziz möminlər, faiz borc verilən bir pulun veya malın müəyyən müddətdən sonra artıqlaması ilə geri alınmasıdır. Borclunun borcu verənə ödəməyə məcbur edildiyi, qanuni olmayan, haqsız və əsassız gəlirlərdir. Tərləmədən, zəhmət çəkmədən, haqsız yolla qazanc əldə etməkdir. Çətinliyə düşmüş, sıxıntıda olan insanların vəziyyətindən sui-istifadə etməyin adıdır faiz. Değerli müsəlmanlar, İslam faizin hər növünü qəti şəkildə haram etmiştir. Faizli əməliyyatları ən böyük günahlardan saymışdır. Belə ki, uca Rəbbimiz xütbəmin əvvəlində oxuduğum ayət-i cəllədə belə buyurur. Ey iman edənlər! Qat-qat artırılmış olarak faiz yeməyin. Allah'a qarşı gəlməkdən çəkinin ki, nicat tapasınız. Hörmətli möminlər, Allah'ın bütün əmr və qadağaları bəndələrin xeyri üçündür. Onların dünyada xoşbəxt, ahirətdə qurtuluşa nail olmaları üçündür. İslamın faizi haram etməsində həm fərd, həm də cəmiyyət baxımından bir çox hikmətləri vardır. Faiz yalnız malın deyil, eyni zamanda ömrün də bərəkətini azaldır. Faiz səbəbindən baş verən saysız hesabsız müflisləşmələr, intiharlar, dağılan ailələr, məhv olan həyatlar vardır. Faizin yaygın olduğu cəmiyyətlərdə az gəlirlilər və kasıblar əzilməkdədirlər. Zənginlə yoxsul arasındakı uçurum getdikcə dərinləşir. Allah rızası üçün borc vermək, yardımlaşmaq, sevgi və davranışlar aradan qalxmaqdadır. Dini və əxlaqi dəyərlər zədələnir, halal-haram həssaslığı zəifləyir. Nəticədə qanuni olub-olmadığına baxmadan qazanc əldə etməyə çalışmaq cəmiyyətdə böyük narahatlıqlara səbəb olur. Əziz müsəlmanlar, faizə bulaşan şəxs zəhmətsiz və asan yolla qazanc əldə etdiyini zənn etsə də, əslində ziyana məhkumdur. Belə ki, uca Allah faizlə əldə edilən malı məhv edər, zəkatı və sədəqə verilən malı isə artırar buyurmaqdadır. Çünki zəkat və sədəqə verənin malı bərəkətlənib artar, sərvətindən xeyir görər,
qəlbi rahatlıqla, əməl dəftəri savablarla dolar. Faiz isə sərvətin bərəkətini aradan qaldırar, sahibinə günahdan başqa qazanc gətirməz. Həm maddi, həm də mənəvi iflasa səbəb olar. Allah Resulü Muhammed sallallahu aleyhi və səlləm faizin nəticədə sahibinə ziyan verəcəyini belə ifadə etməkdədir. Faiz yolu ilə mal çoxaldan heç kəs malının xeyrini görə bilməz buyurur. Dəyərli möminlər, uca dinimiz bizə halal yolla dolanmağı əmr etmişdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm də heç kim öz əlinin zəhməti ilə qazandığından daha xeyirli bir yemək yeməmişdir buyurur. Təəssüf ki, cahiliyə dövründə olduğu kimi günümüzdə də faizli əməliyyatlar bəzən ticarətin təbii bir hissəsi kimi qiymətləndirilir. Faizsiz ticarətin mümkün olmayacağına dair fikirlər və anlayışlar yaymağa çalışırlar. Halbuki ticarət və faiz bir-birindən tamamilə fərqli şeylərdir. Uca Allah Quran-ı Kərimdə bu məsələyə belə diqqət çəkir. Allah alış-verişi halal, faizi isə haram etmişdir. Buna görə də bizim üzərimizə düşən vəzifə ticarət edərkən faizə bulaşmama mövzusunda son dərəcə həssas olmaqdır. Möhtərəm müsəlmanlar, dinimizin bütün xəbərdarlıqlarına baxmayaraq faizi tərk etməyənlərin qarşılaşacağı peşmançılıq Quran-ı Kərimdə belə ifadə edilməkdədir. Faiz yeyənlər qəbirlərindən ancaq şeytanın vurduğu kimsənin qalxdığı kimi qalxarlar. Bu onların alış-verişi də faiz kimidir dediklərindən ötürüdür buyurulur. Gəlin tarix boyunca iqtisadi həyatın ən böyük istismar və zülm alətlərindən biri olan faiz fəlakətindən gələcəyini biz necə dərk eləməliyik? Faizlə əldə edilən maldan xeyir gəlməyəcəyini bir növ dərk etməyimiz lazım. Bu müvəqqəti dünya həyatında daha artıq qazanmaqdan çox halallıqla qazanıb halal yolda xərcləməyə çalışaq. Qiyamət günü malımızı haramdan hesaba çəkiləcəyimizi unutmamalıyıq. Xütbəmi Rəbbimin bu xəbərdarlığı ilə bitirmək istəyirəm. Ey iman edənlər! Allaha qarşı gəlməkdən çəkinin və həqiqətən iman etmiş kimsələrsinizsə faizdən qalanı tərk edin. Əgər belə etməzsəniz Allah və Rasulü ilə savaşa girdiyinizi bilin. Əgər tövbə etsəniz sərmayəniz sizindir. Beləliklə nə siz başqalarına haqsızlıq etmiş olarsınız, nə də başqaları sizə haqsızlıq etmiş olar.